Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Şamil Rzayev Anama sədrinə müavin təyin olunub. Oxu24.com xəbər verir ki, bu Anamanın saytında struktura edilən dəyişiklikdə öz əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Şamil Etibaroğlu Rzayev Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin Anama İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. Xatırladaq ki, Şamil Etibaroğlu Rzayev 2001-ci illərdə Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyində Anama planlaşdırma və müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramında inkişaf üzrə baş müşavir vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mina təmizləmə sahəsində xidmətlərə görə əmək dalı ilə təltif edilib.